Mənimlə Azərbaycanı gəzək layihəsi çərçivəsində Balakəndə keçirilən 5-ci xurma festivalına yollandım. Bir-birindən maraqlı rəqslərin, stendlərin və konsertin olduğu bu festival çox sayda insanın marağına səbəb olmuşdu. Yerli xalqların folklor qrupları da bir başqa maraq qatırdı tədbirə. Festivalın əsas məqsədlərindən biri də kənd təsərrüfatının inkişafına verdiyi töhfələr idi. İzləyicilərim və vloqlarımı izləyənlər bilir ki, kənd təsərrüfatına aid videolar çox çəkirəm və bu səbəbdən də marağımı ən çox çəkən Prior Azın stendi olmuşdu. Keçmişdə kənd yerlərində texnikaların olmamasına cəmaət çox əziyyət çəkərdi. Amma müasir dövrdə texnikaların olması əl əməyini azaltmışdır. Həm də kənd cəmaəti az da olsa rahatçılığa çıxmışdır. Nə də olsa kənddə heç vaxt iş qutaran deyil. Prior Azın nümayəndələri ilə söhbət apardıqdan sonra məni öz məhsullarına baxış keçirmək üçün yönəltdilər. Həmişə diqqətimdə olan traktorlarla maraqlandım. Əsas da rayonda, kənd yerlərində yaşayanlar üçün olan güzəştli nağd və kredit xidmətləri ilə satılan bu növbənöv traktorlardan alırsan, öz biznesini qurursan. Prior Azın əməkdaşlarına təşəkkür edib konsert və digər musiqi səhnələri ilə vloqumu yekunlaşdırıram. Növbəti rayon səfərində görüşənədək.